Qızıl gülün hazırlanma qaydası belədir. İlk öncə bu qızıl gülünü beləcə təmizləyirik, cəcəyindən ayırırıq. Yığırıq başqa bir ləyənə. Sonra onu şirə qayırırıq. Şirənin içində yavaş-yavaş qaynadırıq. İndi gülümüzü cəcəklərdən artladıq, qurtardıq. Burada kilo yarım gülümüzün ləçəkləri var. İndi bunu biz aparıb şirədə bir qaynadacağıq. İndi 6 kilo pesoq götürürük, kilo yarım ləçəyə. Pesoq demək oldu 6 kilo. Ona da 3 litr su tökürük, şirə qayırırıq. Şirəmiz qaynayandan sonra ləçəklərimizi gətirib tökürük bunun içərisinə. Bu gülümüzə həm limon cövhəri tökürük, həm də limon. Limonu elə bil ki, mürəbbəni düşürtməmişdən də İndi şirəmiz bax bu cür qaynayandan sonra buna gülün ləçəklərini əlavə edirik və qarışdırırıq. Sonra o rəngini dəyişəcəkdir. Rəngini dəyişəndən sonra elə bil ki, buna limon əlavə eləyəcəyik. Rəngi dəyişəcək. Elə bil yarıda limonu əlavə edirik. Gül pişəndən sonra ona 1 çay qaşığı ya 2 çay qaşığı limon cövhəri tökürük. Düşürdənə yaxın. Bircə boğum qaynayır, onu düşürdürük. Kim istəyər qaynar yığar, kim də istəyər soyuq. Amma qaynar yığmaq məsləhət bilirəm. Çünki qaynar yığanda nə atır, nə qışqırır, nə xarlayır. Çox gözəl qalır. Qaynar yığıb tezdə ağzını bağlayırsınız.